Başqalarını tanımaqdansa birinci özünü tanıyın. Kiməm mən? Mən məktəb vaxtı, tələbə vaxtı kitab əlindən yerə düşməyən bir adamam. İndi də mən gün ərzində ən azından 1 saat, saat yarım mütaliə eləyirəm. Bunu deməkdə özümü tərifləmirəm. Yaşadığımı yaşamışam, gördüyümü görmüşəm. Bunu danışmaqda məqsədim odur ki, Dostoyevski deyirdi ki, cinayətkarlığın qarşısını almaq istəyirsənsə, kitab təbliğ elə, maarifləndir, qoy insanlar oxusun. Mədəniyyətsizliyin qarşısını almaq istəyirsənsə, kitab təbliğ elə, qoy oxusunlar, maariflənsinlər. Və çox acınacaqlı bir şeydir ki, küçədə, bacada, ünsiyyətdə insanlar bir-birini başa düşmür. Yəni bütün bu negativ hallar maariflənməkdən, kənar qalmaqdan yaranıb. Yəni insanlar bir-birinə nəyisə izah eləməyə çox çətinlik çəkir. 2 dəfəyə, 3 dəfəyə nə tər oldu, necə oldu? Yəni ümumi bir baza yoxdur. Məsələn, mən bilirəm ki, Lev Tolstoyun Vayna i Miri sülh və müharibəni oxumuşam. Aponent da onu oxuyub. Nisbətən müharibə haqqında məsələn fikirlərimiz uyğun gələ bilər. Çünki ümumi baza var. Hər ikimiz Lev Tolstoyu oxumuşuq və yaxud da Viktor Hugo'nu oxumuşuq. Yəni indi pul olmaq, bahalı maşın olmaq xoşbəxtlik deyil. İnsan yalnız düşüncələrində xoşbəxt olur. Yalnız düşüncələrində mütləq xoşbəxt ola bilər. Xoşbəxtlik düşüncələrin sakitliyindən başlayır. Bu sakitliyi də insan ancaq maariflənməklə, normal ünsiyyətlə, anlaşılmazlıq rahatçılıq gətirmir. Anlaşılmazlıq sakit düşüncələr yaratmır. İnsanlar anlaşılanda sakit olurlar. Kitabdan, maariflənməkdən, kitab olmasın, video çarxlar olsun. Azərbaycanın hər yerindən savadlı müəllimlər, müəllimələr var ki, hər şey haqqında ətraflı, hətta əsərlərin qısa xülasəsini çəkib paylaşırlar videoda. Boş vaxtınızda yəni TikTok'a klipsal düşünməkdənsə öz yazıçılarımızın bir dənə əsərini oxuyun. Bu qədər.